Mail proqramlaşdırma sahəsində çalışıram, sistemlər qururuq. Mən burada hal-hazırda İTAVISTA deyiləsi AI logistika platforması və AI üzərində, səhəllərin üzərində çalışırıq. Uzun müddətdir burada bir neçə layihələrim, şirkətim olubdur. Həm Amerikada, həm Kanadada fəaliyyət göstəribdir. Bu formata ümumiyyətlə tədbirlər çox az olur. Nəyə görə mənə maraqlı gəldi? Çünki həm akademiya və burada biznesin birləşməsi çox önəmlidir. İstər-istəməz istənilən akademik, elmi araşdırma, bilgilərin əldə edilməsi və o bilgilərin də biznesə tətbiq edilməsi çox önəmli bir məsələdir. Yəni o baxımdan bu tip biraz yaxşı mənada iki sahənin birləşdirilməsi, birlikdə müzakirələr, birlikdə yəni maraqlı seminarlar keçirilməyinə kifayət qədər maraqlı bilgilər əldə edə bildik və Plusdakı bizneslər akademik bilikləri necə biznesə tətbiq etmələr, onun üzərində çox ciddi düşüncələr, fikirlər oldu. Həmçinin də akademiya insanları necə biznesdə o bilikləri tətbiq etmək olar, o elmi araşdırmaları tətbiq etmək olar. Yəni bu arada onu deyim ki, burada çox dəyərli insanlar var və öz işini qurub qabağa gedən insanlar da var. Hardasa böyük şirkətlərdə işləyənlər də var. Yəni tövsiyəm təbii ki, önəmlisi ilk öncə riskdən qorxmamaq, yəni mütləq olaraq yəni işin daha arzularınızda olduğunuz istənilən bir ideyanın və yaxud da ki, düşüncənin, bu əgər innovativ və yeni bir düşüncədirsə, onun üzərində davamlı getmək, qorxmamaq, çətinliklər uzağı, yəni Amerika kimi bazarda burada imkanlar çoxdur, kifayət qədər böyük imkanlarınız var. Sadəcə çalışıb öz arzularınızın dalınca getmək olar. Bu bir, yəni mənim təklifimdir və tövsiyəmdir. İkinci tövsiyəm isə biraz səbirli olmaqdır təbii ki də. Yəni çünki mən fikirləşirəm ki, çox biz dəyərli və çox savadlı bir millətik, ümumiyyətcə. Yəni hər birimizin öz bir qabiliyyətimiz var. O qabiliyyətlərə burada daha uğurlu tətbiq eləmək baxımından çox gözəl bir bazar imkanı var. Onu mütləq dəyərləndirmək lazımdır.